Herkese salam. Bugün DIM İngilis dili yeni topludan Completing Sentence mövzusunu izah edəcəm. Deməli, imtahana az qalıb. Başda öz abituriyentlərim olmaqla bütün abituriyentlərə uğurlar arzu edirəm. İnşallah ki, sizə köməyi dəyər. Qeyd edim ki, bu mövzunun içində yeni, yəni 11-lərə yeni salınan mövzu indirect direct speech də var. İnşallah səbirlə izləyib bütün qaydaları elə testlər üzərindən izahda öyrənərsiniz. Uğurlar. Gəlin başlayaq. Qeyd edelim ki, Completing Sentence mövzusu necə bir mövzudur? Yəni cümlə tamamladıqda biz baş cümlə qeyd olunur və budaq cümləni nəqli cümlə formasında tapmalıyıq. Yəni qeyd etməliyik. Burada yəni mübtəda, üstəgəl xəbər mütləq şəkildə olmalıdır. Yəni mübtədadan əvvəl köməkçi feil istifadə oluna bilməz. Köməkçi feillər yalnız əsas feil kimi mübtədadan sonra istifadə oluna bilər. Yəni cümlələr baş cümlə başlaya bilər. Do you know-la, I wonder, I want to know, I ask, do you remember, who knows, can you show me? Bu formada başlaya bilər. İkinci tərəfdə isə if, whether bağlayıcıları, when bağlayıcılar istifadə olunacaq və bağlayıcıdan sonra isə mübtəda, xəbər, yəni bir-birini izləməlidir. Gəlin baxaq. A variantında has Jane come, has qabağa keçib. Qeyd edim ki, when, what time-dan sonra indiki bitmiş zaman işlənmir və burada Jane has come olsaydı da səhv olacaqdı. B variantda will Jane, will köməkçi feildir, mübtədadan önə keçib. Qeyd elədik ki, ikinci tərəf nəqli formada olmalıdır. Did Jane, does Jane bunlar səhv olacaq. C variantında isə Jane will come. Mən maraqlanıram ki, when Jane will come, Jane haçan gələcək deməli cümləsidir. İkinci, close your books and check how much deyir ki, kitabları örtün və nə qədər xatırlaya bildiyini deyir, çək elə. Baxırıq, can you, modal feil önə keçib, you can olmalıydı. Could you, did you, do you. Baxın, gördüyünüz kimi mübtədadan önə keçib, yəni sual cümləsi formatıdır. Sual cümləsi formatı olmaz. You can remember isə doğru cavabdır. Deməli, mübtəda, modal feil və xəbər. Yəni nəqli cümlə, declarative sentence burada düzgün qeyd olunub. Üçüncü, the customer took the ball and asked how much did it köməkçi feil. Does it, has it, will it. Baxın, bütün köməkçi feillər mübtədadan it burada pronoundur, mübtəda rolunda oynayır və önə keçib. Cavablar səhvdir. B variantında isə doğru cavabı görürük. Do you remember? Sən xatırlayırsan, bayaq qeyd elədim. Baxın, bu formada başlayır cümlələr. Xatırlayırsan nəyi? Where you left your luggage. Elə deməli burada bizim baş cümlə ilə budaq cümləni bir-birinə bağlayan where işlənib, mübtəda işlənib, xəbər işlənib və tamamlıq işlənib. A variantı doğrudur. Bəs o biri variantlarda səhvlər nədir? Did they, have they, did you, were they. Görürsünüz, bütün köməkçi feillər mübtədadan önə keçib və sual cümləsi formasındadır. Olmaz. Beşinci sual. When did the delegation arrive? Did mübtədadan önə keçib, nümayəndədən önə keçib. Did they were, yenə were burada mübtədadır. Müharibə sözü önə keçib. Sonra will it, itdən önə keçib will. When it happened, haçan baş verdi? Do you know when it happened? Sən bilirsən deyə bu haçan baş verdi. Why have they-dən önə keçib. Qeyd edelim ki, burada çaşmayaq. Deməli, bizim baş cümləmiz present simple-dadır, indiki sadə zamanda. Budaq cümləmiz isə when it happened, haçan baş verdi, pastda ola bilir. Yəni, sən deyir, onun haçan baş verdiyini bilirsən, baxın, belə bir cümlədir. Nəyi bilirsən? She asked me, o məndən soruşdu. Askdan sonra zət işlənmir, cavablara baxıram, if fəzə işlənir. Bütün cavablarda if fəzə var, amma belə bir testlər var zət olan. Zəti o dəqiqə biz çıxmalıyıq. Whether were the meals. Were keçib meals mübtədasından önə səhvdir. If were the meals. Were keçdi önə səhvdir. 3-4 doğrudur. A variantı. Deməli, deyir ki, she asked me, o məndən soruşdu. Nəyi? If the meals were included in the price of the ticket. Deyir ki, biletin qiymətinə daxildir yeməklər. Yeməklərin daxil olub olmadığını o məndən soruşdu. A variantı. 7. Can you tell me whether is it raining? It is raining olsaydı doğru olardı. Is keçdi, itdən önə olmaz. How does, yenə sual cümləsi yarandı burada. How does this machine work? Necə bu maşın işləyir? Olmaz axı. How this machine works olmalıydı. Does olmaz. What happened yesterday? Doğru.
Dünən nə baş verdi? Why did you? Did öne keçdi. Did it öne keçdi. Ona görə də 7-də C variantı. Test çoxdur. Çalışıram testdə izah edeyim. İnşallah ki, anlaşılır şəkildə izah edirəm. Kommentlərdə gözləyirəm fikirlərinizi. 8-də complete the sentence. Please tell me to the railway station. Deyir ki, zəhmət olmasa mənə de, nəyi? When will you? Will mübtədadan önə keçib. How can we? Can we-dən önə keçib. Does this bus? Does keçdi sual cümləsi. Are you? Sual cümləsi yarandı. Amma E variantında isə if this is the shortest way. Bu ən yaxın yoldurmu qatar yoluna, qatar stansiyasına? Dəmir yolu stansiyasına, sorry. Ona görə də Y variantımızda mübtəda xəbər bir-birini izlədi. 9-a baxıram. Eliza asked me if, bura qədər gəldi, düz gəldi. Asked me, if-i də qoyduq. İndi baxırıq. Had they, sualdır. Did they, had they. Görürsünüz? Köməkçi feillər önə keçib. Köməkçi feil yalnız mübtədadan sonra istifadə oluna bilər. Əsas feil kimi də istifadə oluna bilər ki, to have, to do. Bunlar həm də etmək, var olmaq, malik olmaq kimi əsas feillər kimi də istifadə olunur. D variantında isə they had posted. Onlar artıq göndərdilər məktubu. Past perfect düzəlibdir. Burada had köməkçi feildir. Amma köməkçi feil olsa da mübtədadan sonra bilirik ki, past perfect necə düzəlir? Mübtəda, köməkçi feilimiz had və P2 posted verilib. Amma nəqli cümlə forması bizə lazımdır. D variantında doğrudur. Please tell me who, zəhmət olmasa mənə de. Who you expect to come. Elə doğru cavab A variantındadır. Kimin gələcəyini deyir, gözləyirsən. Zəhmət olmasa mənə de. Did you, will you, can you modal keçdi. Do you. Görürsünüz hamısında deməli sual, deməli köməkçi feillər sual formatında istifadə olunub, mübtədadan öndədir. Will you tell me, sən mənə deyəcəksən nəyi? How you are going to do it? Sən bunu necə eləyəcəksən? Bəli, you are, görürsünüz, mübtəda xəbər izlədi. How long it will take you? Bunu etməyə nə qədərdir vaxtın getdi? How long, nə qədər vaxtın getdi? Elə 2 də düzdür. Cavabımız B-dir. Deməli, 3-də are you keçib önə, will you 4-də də keçib önə. Ona görə də 11-də doğru cavabımız correct variant is B. Then 12. Do you know? Sən bilirsən nəyi? Where does this program? This program mübtədadır. Does burada nə edir? Works. In this program works olsaydı doğru olardı. Will this program? Will keçdi önə. Will this program? Will keçdi önə. If this program will work. D variantı doğru cavabdır. Does this program work on your computer? Burada da does öne keçdi. Səhvdir. Doğru cavabımız 12-də D variantı olacaq. 13. Do you know if all the delegates, bütün deməli nümayəndələr will take part in, elə doğru cavab buradadır. If-də işlənib, bütün nümayəndələr istifadə olunubdur. Deməli will acaq şəkilsi, take part in, iştirak eləmək, participate in sinonimidir. To take part in discussion, müzakirədə. Doğru cavab will, all the delegates'ten öne keçdi. Will öne keçdi, olmaz. Do öne keçdi. Sonra yenə do öne keçib. Ona görə də belə bir formada olmamalıdır. Düşünürəm ki, artıq əzbərlədiniz. Kate asked her friend if. Kate deyir, dostundan soruşdu. If has he passed. Deməli, has he-dən öndədir. He had passed. C variantı doğrudur. Had he, had öndədir. Did he-dən öndədir deyə 14-də doğru cavab C variantı olacaq. 15-ə baxırıq. Who knows, kim bilir, nəyi bilir? What time had the meeting? Meetingdən önə had keçib, olmaz. If will the meeting, yenə gələcək zaman şəkilsi meetingdən önə keçib. When will, yenə önə keçdi. When did, önə keçdi. When the meeting will begin. İclas nə vaxt başlayacağını kim bilir? Görürsünüz, mübtəda verildi de meeting. Will, future simple-ın şəkilsidir və begin xəbərimiz burada var artıq. 16. Can you tell me, sən mənə deyə bilərsən, nəyi? What time the next bus arrives? Burada doğrudur. What time, nə vaxt gələcək? Növbəti avtobus haçan çatacağını deyə bilərsənmi deyir. What time arrives the next bus? Bu nədir? Xəbər keçib mübtədadan önə. Belə ola bilməz. When does the next bus? Does köməkçi feil, will köməkçi feil, did köməkçi feillər. The next bus bizim mübtədamızda önə keçib, olmaz. Do you know? Sən bilirsən 3 days ago nə baş verib? 3 gün əvvəl. Baxın, cümləmiz, baş cümlə indiki zamandadır. Amma
İkinci tərəfimiz dedik ki, keçmiş zamanda ola bilər. Where were they olmaz yox. They were olsaydı where they were elə B variantında A-nın doğru versiyasıdır. Bəs C-də nə səhvdir? What did önə keçib. D-də nə səhvdir? Yenə did they. Why they left ola bilərdi burada. Y variantında isə yəni did-ə ehtiyac yoxdur. Y variantında isə what have they done? They have done olmalıydı. Yəni have mübtədadan sonra olmalıdır. Ona görə də səhvdir. Doğru cavabımız B variantı. 18. Complete the sentence. I want to know. Mən bilmək istəyirəm. Nəyi? Will he artıq bilirsiniz. Which competition he will take part in? Hansı deyir yarışda onun iştirak edəcəyini bilmək istəyirəm. C variantında nəqli cümlə formatı özünü izləyib. What competition did he? Yox. Did he yox. He took part in ola bilərdi. Yəni burada sual köməkçi feilə ehtiyac yoxdur. What competition does he take? Yox. He takes part in olmalıydı. Ona görə də səhvdir. 19-a baxıram. Do you know where is keçdi? The nearest bus stop. Bizim ən yaxın avtobus dayanacağı. Bizim mübtədamızda is neynir burada öndə. Where did I mübtədadan önə keçdi. If does the filmdən önə keçdi. If there is a cafe nearby doğru versiyadır. Deyir ki, sən bilirsən yaxınlıqda kafe varmı? There is, var. There is there qaydası. Is there yox, there is verib, düz verib. That has he passed. Deməli, has he yox, he has passed olmalıydı. 20-yə baxıram. The plumber wants to know. Bilmək istəyir ki, santexnik nəyi bilmək istəyir? Can he modal mübtədadan önə keçdi. Want to know. Deməli, that he can. Deməli, how he can. Bir dəqiqə. Wants to know-dan sonra deməli, zət işlənməyəcək. Zəti çıxaq. How he can kill us. Elə C doğru versiyadır. Why can he? Can he? Modal feil deməli, mübtədadan önə keçib olmaz. Doğru cavabımız nə olacaq? C. Question number 21. The foreign guest asked us what? Deməli, baxırıq burada. Xarici qonaqlar deyir, bizdən soruşdular ki, have we done? Have keçib önə. Did we do? Did köməkçi feildir. Keçib önə, mübtədadan önə. Were we? Are we? Gördüyümüz kimi. Y variantında isə mübtəda və xəbər we did. To protect the environment. Bir xarici qonaqlar soruşdu ki, biz ətraf mühiti, the environment, ətraf aləmi qorumaq üçün nə etdik? What we did, nə etdik? Complete sentence. I wonder what. Bilirik ki, deməli, wonder nə deməkdir? Bilməyə can atmaq, maraqlanmaq, belə deyək. Mən deyir, bilmək istəyirəm ki, are your friends? Are your friends burada mübtədadır, köməkçi feil öndədir. Are they? Have they, sorry. Have keçib önə C variantında. Are the children doing olacaqdı sual formasında. Sual forması olaraq da düz deyil. Is he doing? Is keçib önə. Amma D variantında isə Jack is doing. Jack'in indi hal-hazırda, yəni indi tamirci zamanda verilib. Present continuous'da nə etdiyini mən öyrənmək istəyirəm, deyir, bilmək istəyirəm. Deməli, my brother never does. Mənim qardaşım heç vaxt nə etməz. What did I? Didin öndə gəlməyini görürük. Mübtədadan səhvdir. What do I say? Deməli, do gəlib I-dan öncə. What I suggest C variantı. Deməli, 23-də doğrudur. Ona görə ki, deməli, what verildi və mübtəda xəbər izlədi. When-dən sonra, deməli, indiki bitmiş gəlməyəcək. When sonra, what time-dan sonra testlərdə artıq bunu görəcəksiniz. Deməli, present perfect, yəni have, has işlənmir. Amma past perfect nədir? Keçmiş bitmiş zaman, yəni had işlənə bilir. Aydındır. Ona görə də testlərdə bunu görəndə yazdıq ki, çaşmayaq. Deməli, when I have, when-dən sonra indiki bitmiş olmur. What do, yenə do keçib I-dan önə, bu da səhvdir. 24-də keçirəm. Everything depends on, hər şey aslıdır. Depend on, bilirik ki, to depend on aslı olmaqdır. On prepositiondan işlənir. Everything, deməli, burada
törəmədir. Törəmələrin xəbəri nədə olur? Təkdə. Ona görə depends on işlənib. Bu da sizə əlavə məlumat oldu. When he has deməli when-lə indiki bitmiş olmaz. When will he gələcək zaman şəkilçisi keçib önə. What he will offer 24-də C variantı doğru cavabdır. Ona görə ki, izlədi. Mübtəda, xəbər bir-birini izlədi. What time-dan sonra yazdıq qaydada necə idi? When, what time-dan sağ tərəfdə görürsünüz. Sonra indiki bitmiş olmaz. Has-dan olmaz. What does he? Yenə də does önə keçib. Can you tell me what? Sən mənə deyə bilərsən, deyir. Did your words mean? Deməli, your words mean did olmasaydı doğru olacaqdı. Ona görə burada did sual cümləsi kimi yaratmaq istəyib. Do your words mean olmaz. Mean your words nədir ki? Xəbər keçməli idi bu tərəfə. Your words mean olmalıydı və C-nin doğru versiyası D-dədir. Your words mean. Sənin sözlərin nə məna verir deyə bilərsən, deyir. Will your words da yenə will öndə gəlməz. 25-də doğru cavab D variantıdır. 26-ya baxıram. I want to know. Deməli, qeyd elədik ki, ask, wonder, want to know və tell feillərindən sonra that ki bağlayıcısı olmaz. Gəlin baxaq. Saydıqlarımdan biri burada var. Want to know. Ona görə də that olan cavabı heç baxmadan çıxırıq. If is there C variantında there is olmalıydı. Düzdür. If there is olsaydı doğru olardı. Is qabağa keçib. Y variantında da if there is doğrudur. Is there yenə B variantında, D variantında is there gördüyümüz kimi sual cümləsi kimi önə keçib. The doctor asked me deyir ki, həkim məndən soruşdu. Nəyi? Deməli, askdan sonra zət olmaz deyə biri çıxırıq, 2-3-4-dən müzakirə aparaq. If I had taken all the deməli, medicines. Deyir ki, prescribed medicines. If I had taken doğrudur elə burada. Burada heç bir səhv yoxdur. Deməli, I had taken görürük, verilib. Yəni, mübtəda xəbər bir-birini izləyib. Whether I felt dizimdə ağrında deyir, hiss edirəmmi soruşdu həkim məndən. 3 də doğrudur, 2-3. C variantı doğru cavabdır. If did I feel belə ola bilərdi. If I felt, yəni didsiz olsaydı, sual cümləsi kimi yaratmasaydı bunu, o da doğru olardı. Ona görə də 27-də C variantı doğrudur. Complete the sentence. No one asked. Heç kəs soruşmadı. What Nick's number was? Elə D variantı düzdür. Deməli, Nick's phone number was. Nick'in telefon nömrəsi mübtədadır. Was da xəbər. Düzdür. What does? Artıq does varsa işlər pozulur. That askdan sonra zət olmaz. Elə onda 4 doğru qaldı. 1, 4 doğru cavabımız 28-də deməli C variantıdır. Deməli, sonra burada nəyi demədik? Hər şey dedik. 29-a baxırıq. Does she know? O bilir nəyi? Is there? Is öndədir. Who have? Those stories mübtədadır, amma have bundan önə keçib. Niyə? That it is dark outside. Deyir ki, çöldə adı nədir? Qaranlıqdır. Bayırda qaranlıqdır. Baxın, burada zət götürə bilirik. Niyə? Çünki know var. Yəni, normal bilmək feilindən sonra zət işlədə bilirik. Amma want to know, ask, wonder, tell feillərindən sonra isə zət bağlayıcısı işlədə bilmirik. Amma burada gördüyümüz kimi know'dur. Zət işlədə bilirik. Qarışdırmayaq. What article must she read? Yox, she must read. Modal feil harda olur? Mübtəda ilə əsas feilin ortasında. Have they got? Yox, they have got olmalıydı. Ona görə də 29C. 30. Can you tell me? Sən mənə deyə bilərsən. Nəyi? When will, tanımlıq budaq cümləsi. When will he? Deməli, will he-dən önə keçib səhv. How long it will take him to get to the station? Deyə stansiyaya getməyə o nə qədər vaxtı, nə qədər müddət alır. It will take him. Doğru. 2 doğrudur. What time do I have? Deməli, do I-dan önə keçib olmaz. Səhvdir. How I can get to the station? I can, mübtəda, modal, əsas feil. Doğru. Deməli, 2 və 4. A variantı doğrudur 30-da. 31-ə baxıram. Can you tell us? Deyir ki, sən bizə deyə bilərsən. When has the film? Onsuz ki, when-dən sonra indiki bitmiş olmaz. Doğru deyil. Has filmdən də önə keçib heç doğru deyil. Did the film? Olmaz. When-dən sonra the film festival has taken. When-dən sonra bitmiş zaman olmaz. C variantı səhvdir. When-dən sonra
Keçmiş bitmiş olar amma when had the film burada da had önə keçib. Keçməsəydi the film festival had taken place olsaydı doğru olardı D-də. Amma Y variantı when the film festival took place bəli keçmiş zamanda verə bilər demişdik. Ona görə də 31-də Y doğrudur. 32-yə baxıram. John asked if I had seen that film before. Doğru versiya. Bəs B variantında səhv nədir? Have I, have keçdi mübtədadan önə. If had keçdi önə. When had keçdi önə. When I have seen when-lə də indiki bitmiş olmaz. Ona görə də 32. Keçirik 33. They would like to know. They'd like to know. Onlar bilmək onlar they would like to know. Bunu bilmək istəyərdilər. Düzdürmü? If after classes how you did. Doğru. Deməli if you drew. Doğru. What did you keçib önə. Z də olmaz. Deməli cavab nə oldu 33-də? C. Yəni 1-dən 3. 34. I want to know. Mən bilmək istəyirəmsə want to know varsa zəti çıxaq. What you bought. Nə almısan deyir. Sənin aldığını. Whom you saw. Kimi görmüsən. Bu da düzdür. Deməli 1 də düzdür, 3 də düzdür. Artıq cavabı tapdıq. Y variantı. 4-də isə if did you. Did keçib önə olmaz. Kompozisiyasında ask your brother. Qardaşından soruş. Nəyi? Askdan sonra zət olmaz. Getdi. A da getdi, D de getdi. When he will take his entrance exams elə 35-də B variantı doğrudur. Bəs C-də səhv nədir? If will he, will keçib he-dən önə. Y variantında da yenə will he keçib önə. 35-də B. 36-ya baxıram. Deməli, tell me how much you have to pay for the washing machine. Paltaryo maşını nə qədər ödəmsən deyir. You have to pay. Ödəməli oldun. Bir düzdür. Do you have nəsə sual cümləsi olmaz. Deməli, have you paid? Have keçdi önə olmaz. You have paid amma olar. Deməli, 1-4 B variantı. The manager asks. Deməli, manager soruşdu. Nəyi? Whom did she write? Did var burada. Deməli, sonra by whom the business letters were written. Bu doğrudur. Yəni, kimin tərəfindən biznes məktubları deyir, yazılıbdır. Ona görə 2 doğrudur. Sonra by whom were keçməli deyildi qabağa the business letters. Burada axı bizdə mübtədadır. Amma 4 doğrudur. Who wrote the business letters? Deyir ki, manager soruşdu ki, məktublar kimin tərəfindən yazılıb və məktubları kim yazdı? Who wrote? Kim yazdı? 4-də düzdür, 2-də düzdür. Doğru cavabımız oldu. 37-də A variantı. 38-ə baxaq. Complete the sentence. He asked me. O məndən soruşdu. Deməli, nəyi? What interested me? Məni nə maraqlandırır? Did it? Did mübtədadan öndə olmaz. If I was. Bu doğrudur. I was interested. To be interested in maraqlanmaqdır. Politik, siyasətlə maraqlanmağımı deyir, soruşdu. Doğru verilib. Mübtəda xəbər izləyib. Bir-birini was I burada isə izləyə bilmir. Ona görə də 1 və 3 doğru cavabımız. E variantı. He wanted to know. O bilmək istəyir. Nəyi? Deməli, want to know-dan sonra zət olmaz. Zətli cavabımız yoxdur. Getdik. What disappointed her? Doğru. Did it? Did olmaz. Did yəni itdən önə keçə bilməz. Why she was? Bu da doğrudur. Why was she? Elə bil ki, birində düz verib, birində səhv. Ona görə də doğru cavabımız 1-3 A variantı. 40. I want to know. Nəyi bilmək istəyirəm mən görək? Zət olmaz. Dedik ki, want to know-dan sonra where this road leads? Bu doğrudur. Bu yollara aparır görək. Where leads xəbər mübtədadan öncə yox, xəbər mübtədadan sonra olmalıydı. 2 səhvdir. 1 doğru. 3 də səhvdir. Cavabımız oldu 1-4. 4-də də baxır. If this road leads, bəli. Deməli, mübtəda da verilib. Demonstrative var burada. Burada da bizim hərəkətimiz, əsas feilimiz verilib. Everyone wanted to know. 41. Hər kəs bilmək istəyir. Nəyi? Where Alfred worked. Alfred'in harada işləməyi nə olsun? Where worked Alfred? Xəbər mübtədadan sonra gəlir, səhv. Deməli, want to know-dan sonra zət olmaz. If Alfred worked in a foreign firm. Deməli, Alfred'in xarici firmada işləməyini, bəli, mübtəda, xəbər bir-birini izlədilər və 1-4 A variantı doğrudur.
41-də. 42-yə baxıram. Do you know when we have, when-dən indiki bitmiş olmaz. Where can we modal keçdi qabağa. When did we, did keçdi qabağa olmaz. Where have we, have önə keçdi olmaz. I variantı. Where we can buy the tickets. Deyir ki, sən bilirsən biz biletləri hardan ala biləcəyimizi bilirsən. Tamamlıq budaq cümləmiz tamamlandı. Complete elədik, tamamladıq. 43. The police asks the passers-by. Nəyi soruşdu görək? When had they seen, when-dən indiki bitmiş olmaz. If had they-dən önə keçdi. When have indiki bitmiş, when what time-dan işlənmir. If they had seen, doğru cavab. If they had seen. Bəli, doğru. When they have indiki bitmiş olmaz, when-dən what time-dan işlənmir. Belə bir grammar qaydamız var və bu qaydanı bilən adam bu testləri doğru yazacaq. The teacher asked her, müəllim soruşdu. How had she? Askdan sonra zət olmur. If had she, had önə keçdi, keçməz. If she had made, D variantı doğrudur. Had she olmaz, I variantında. Eyni səhvlər eləyiblər. Complete the sentence eləyirik yenə. 45-də Mr. Brown asked, nəyi soruşdu görək. Askdan sonra zət olmaz. B variantı doğrudur. If we had, yəni if sonra mübtəda, xəbər izləyib bir-birini. If had we, C variantında. When had we olmaz. When-dən past perfect olur. Yenə də qeyd edirəm. İndiki bitmiş olmur. Keçmiş bitmiş olur. Amma when we had received olsaydı. We had received-də B variantında var. D-də had-ik önə keçiriblər. Olmaz. Had we, yenə dedik ki, köməkçi feillər mübtədadan sonra işlənə bilir və yaxud əsas feil kimi işlənə bilir. Tamamlıq budaq cümlələrində. 46-ya baxıram. The manager asked, nəyi soruşdu görək. Whether would we, would bilir, keçmişə nəzərən gələcək zamanın, would, should köməkçi feilləridir. We-dən önə keçib, keçə bilməz. Keçəndə yəni səhv olur. Could we could olmalıydı. Deməli, C variantını doğru görürəm. If the password was needed olacaq. Password mübtədadır. Xəbəri də verib. Askdan sonra zət işlənmir. If did anybody yenə sual cümləsi formasındadır. Ona görə də 46-da C variantı doğru cavab. Mother ask us. Anam deyir ki, bizdən xahiş elədi. Görək nəyi xahiş elədi və yaxud soruşdu. Çünki ask həm soruşmaq, həm də xahiş eləmək deməkdir. Askdan sonra zət bağlayıcısı işlənmir deyə A, B variantlarını çıxırıq. C variantında were her children, yox her children were olmalıydı. When were, yenə her children were keçib deməli mübtədadan önə. Bizə də lazımdır ki, tamamlıq budaq cümləsinin budaq cümlə hissəsi declarative formada olsun. Yəni nəqli formada. If her children were in time for classes. Doğru cavabdır. 48. Jane asked me. Jane məndən soruşdu. Why did I send? Did burada nə iş görür? Mübtədadan öndə. Biz sual cümləsi qurmuruq. Askdan sonra zət olmaz. When I have, indiki bitmişlə when olmaz. Bu qaydalardır. Yəni olmaz dediyim qaydalar da artıq siz bunları test izahında əzbərlədiniz kitab oxumasaz da. Whether I had sent, deməli had olmaz burada. If I had olardı, elə doğrunu dedim. If I had sent the letter. Məktubu göndərməyimi Jane məndən soruşdu. Had sent, past perfect. Deməli, want to know gəldi. Want to know-dan sonra zət olmaz dedik. Gəlin 4-ü çıxaq. 1-2-3-ü müzakirə eləyək. I want to know who signed the last agreement. Axırıncı sazişi kim imzaladı? Doğru. Mübtəda da var, xəbərdə. Why did you sign? Sən niyə imzaladın? Bizə sual cümləsi olmaz. Did you? Amma if you signed, olar. Mübtəda da var və past simple-da bir feilimiz də var. 1-3. Doğru cavab I variantı. 50-yə baxıram. He wants to know. O bilmək istəyir. His invitation. He wants to know. O bilmək istəyir ki, onun dəvətnaməsini kim rədd etdi? Who refused? Rədd etmək sözünü bilirsiniz. Baxın. Refuse. İmtina etmək, inkar etmək, rədd etmək, deny, reject, object sözlərinin sinonimi. Why I refuse? Niyə mən imtina eləmişəm, rədd eləmişəm? 1-2 doğrudur. D variantı. 3-də did I, 4-də isə want to know-dan sonra zət olmazdı. Ona görə də doğru cavab 50-də D variantıdır. I want to know. Mən bilmək istəyirəm. Who was
was keçib qabağa. Nobel Prize öndə olmalıydı. Mübtəda keçməliydi qabağa. Who was awarded Nobel Prize? Deməli, if he was awarded Nobel Prize. When was he olmaz. Want to know'dan sonra da zət olmur. Ona görə də doğru cavabımız 1-2. Yəni 1 ilə 2 ikisi də doğrudur. Bir doğrudur, yəni mən nə dedim? Who'dan sonra birbaşa xəbər gəlir. Who'dan və what'dan sonra birbaşa xəbər gəlir. Yəni burada səhv bir şey yoxdur. 1-2 doğrudur burada 51-də. Deməli, dedi. 52. I want to know, mən bilmək istəyirəm ki, yenə eyni şeydir. Who'dan, what'dan sonra xəbər gəlir birbaşa. Çünki who, what mübtəda rolunda oynaya bilir. Yəni, mübtəda funksiyasında işlənirsə birbaşa feil gələ bilir. To be engaged, baxın, gəlibdir. Ona görə də bir düzdür. Bir düzdür. Sonra, when was he olmaz. I want to know'dan sonra da zət gəlmir. 1-4 oldu avtomatik cavab. B variantı. If he was, baxın, he was mübtəda da var, xəbər də var. Sonra 53-də I wonder the operation. Mən bilmək istəyirəm ki, if the surgeon will agree to perform. Bu cümlədə mübtəda xəbər bir-birini izlədi. Sonra will the surgeon, cərrah nə bilim nə, cərrah sözündən keçib will qabağa olmaz. When the surgeon is going to perform. Bəli, bu da doğrudur. Ona görə də C variantı doğru olur. When is keçdi burada qabağa. Olmaz. The surgeon cərrah sözündən qabağa keçib is. 54. I wonder what. Baxırıq, zət yoxdur cavablarda. If the policeman will punish. Cəzalanacaqmı? Will the policeman, will keçdi qabağa. When the policeman is going to punish, bu da düzdür, policemandan sonra feil verir. When is the, artıq is önə keçə bilməz. Ona görə də 1, 3, 54-də B variantı. He asks whether are keçdi önə. Askdan sonra zət olmur. How closely are we olmaz. If we are closely related. Deməli, we are verilib, onun da Y variantında isə D-nin səhv versiyası verilib. Ona görə də 55-də. I want to know, mən bilmək istəyirəm, zəti çıxdıq. How she will manage, düzdür. If she'll manage. 1 və 3 doğru cavabdır. D variantı. How will she, will keçdi önə. Olmaz. 57-yə baxıram. I want to know to drive a car. How she'll learn. Doğru, necə öyrənəcək. Want to know'dan sonra zət olmaz. Will she olmaz. Ona görə də 4 düzgündür. If she learn 1 və 4 B variantı. 58. Which of them asked? Onlardan hansı soruşdu? Where had the demonstrators. Deməli, had keçib önə bizim mübtədamızdan olmaz. Did keçib önə olmaz. When-lə indiki bitmiş olmaz. Have got verir. Where the demonstrative had got. Bəli, bu olar. D variantı doğrudur. Görürsünüz? Deməli, bağlayıcı verildi. Mübtəda verildi, xəbər verildi. Hamısı bir-birini follow elədi. Amma askdan sonra zətdə işlənməz deyə 58-də D. 59-a baxıram. He asked for a management job. O deməli soruşdu. Nəyi soruşdu? If I had applied. Mən müraciət etmişəm menecer işinə. Bəli, bu izlədi hamısı bir-birini. If had I olmaz. 2 səhvdir. Whether I was going to apply. Bu da düzdür. When-lə də indiki bitmiş işlənmir deyə 1-3 C variantı. Complete the sentence eləyirik yenə 60-cı sualda. I ask, askdan sonra if, whether işlənir bağlayıcılar. Amma biz nəqli cümlə forması düzəlməliyik deyə he had apologized sözü düzdür. Had he olmaz səhvdir. He was going to apologize. Bu da düzdür 3. When-lə isə he has apologized, yəni present perfect işlənmir deyə doğru cavabımız 1-3 olacaq.